Değerli Azərbaycan dili ədəbiyyatı müəllimləri, dahi sinif müəllimləri, abituriyentlər və şagirdlər, o cümlədən bütün dinləyicilər. 7-ci mətnimizin sualını sizin üçün səsləndirirəm. Sualı səsləndirdikdən sonra mətni də sizin üçün səsləndirəcəyim. Sualımız belədir, əvvəlcə dinləmə mətnlərində mütləq sualı oxumaq lazımdır. Sualı sizin üçün səsləndirirəm, sonra mətni səsləndirəcəyim. Mətnə əsasən cırcıramaların helikopterə bənzər bacarığı hesab oluna bilməz. A. Qanadlarının bir-birindən asılı olmadan hərəkət. B variantı. Havada asılı qala bilməsi. C variantı. Uçuş yönümünü ani dəyişə bilməsi. D variantı. Arxaya uça bilməsi. E variantı. Yan tərəf uça bilməsi. İndi sual sizin gözünüzün qabağındadır. Mən mətni sizin üçün səsləndirirəm. Cırcırama dünyada ən sürətlə uçan həşəratdır. Cırcıramaların əksəriyyəti cəmi bir 3 həftə yaşayır. Daha böyüklər yarım ildən 1 ilədək, ən böyükləri isə vəhşi təbiət şəraitində 7 ilədək yaşaya bilir. Cırcıramaların ən fərqləndirici xüsusiyyətlərindən biri onların qanadlarının necə işləməsidir. Cırcıramaların qanadları bir-birindən asılı olmayaraq işləyir. Onu havada helikopter kimi hərəkət etməyə imkan yaradır. Havada asılı qala bilir, irəli, arxaya, yan tərəfə uça bilir və lazım gələrsə, uçuş istiqamətini bir andaca dəyişə bilir. Cırcıramalar dünyada bu cür mütəhərrik qanadı olan yeganə həşərat növüdür. Mətni sizin üçün bir də səsləndirirəm. Suala diqqət edin. Cırcırama dünyada ən sürətlə uçan həşəratdır. Cırcıramaların əksəriyyəti cəmi 1-3 həftə yaşayır. Daha böyüklər yarım ildən 1 ilədək, ən böyükləri isə vəhşi təbiət şəraitində 7 ilədək yaşaya bilir. Cırcıramaların ən fərqləndirici xüsusiyyətlərindən biri onların qanadlarının necə işləməsidir. Cırcıramaların qanadları bir-birindən asılı olmayaraq işləyir. Ona havada helikopter kimi hərəkət etməyə imkan yaradır. Havada asılı qala bilir, irəli, arxaya, yan tərəfə uça bilir və lazım gələrsə uçuş istiqamətini bir andaca dəyişə bilir. Cırcıramalar dünyada bu cür mütəhərrik qanadı olan yeganə həşərat növüdür. Bu yerdə sözsüz ki, siz videonu saxlayıb sualı cavablandırmalısınız. Sonra mən mətnin oxu variantını göz önünə gətirəcəyəm. Siz videonu saxlayırsınız, indi mən mətni göz önünə gətirirəm. İndi baxın, görün, oxuyub eləmək necə olur. Mətni göz önünə gətirdim. Burada videonu saxlayıram. Mesela siz saxlayırsınız daha doğrusu. Mətni yazırsınız, sonra keçirik 6-cı mətnimizin izahına. 6-cı mətnimizin cavabını sizin üçün səsləndirirəm, daha doğrusu izah edirəm. Mətndə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Səbəb-nəticə cədvəlidir bu. Burada görək uyğunsuzluq harda. Qeyri-təbii obyektlər olmur, ölkələr arasında sərhədlər müəyyən edilə bilmir. Bu fikir səhvdir. Sadəcə abzasların birində yazıb ki, adətən həm sərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Sərhədlər təbii obyektlərdən sıra dağlar, çaylar, göl sahilləri boyunca keçə bilər. Daha demir ki, bu cür təbii obyektlər olmadıqda ölkələr arasında sərhədlər müəyyən edilə bilmir. Belə bir anlayışdan söhbət getmir. Ona görə birinci cavab səhv. 2-də yazıb ərazi böyük olur, dövlət daha qüdrətli olur. Xeyr, axırıncı abzasda yazıbdır ki, çağdaş dünyada ölkə üçün ən qiymətli olan nə ərazi böyüklüyü, nə də coğrafi mövqedir. Əsas insan kapitalıdır. Yəni, dövlətin qüdrətli olması üçün əsas məsələ ərazi deyil. Əsas məsələ insan kapitalının nə qədər güclü olmasıdır. Müasir dünyamızda da görür ki, İsrailin ərazisi Azərbaycandan 3 dəfə balacadır. Əhalisi də bizdən azdır. Amma
çox qüdrətli bir dövlətdir. Niyə? Nəyinə görə qüdrətlidir? İnsan kapitalına görə. Aha, indi 3-ə baxaq. 3 və 4 deməli doğru fikirdir. Ölkənin dəniz və okeanla sərhədi var. Coğrafi mövqeyi əlverişlidir. Bu mətndə belə bir söhbət var. Deyir, ölkələr okean və dəniz sərhədlərinə malik olduqda onların coğrafi mövqeyi əlverişli hesab edilir. 4-ə baxaq. Deyir, ölkələr arasında sərhədlər razılaşdırıla bilmir. Mübahisə, hətta münaqişələr baş verir. Bu da mətndə qeyd olunubdur. Qonşu ölkələrin arasındakı sərhədlər razılaşdırıla bilmədikdə onlar arasında mübahisə, hətta münaqişələr də baş verir. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu. Demək, 6-cı mətnimizin cavabı A variantı idi. Bunu bir daha qeyd edim.